Bu alemde bazılarının gücünden, bazılarının akrabalarından, bazılarının parasından, Bazılarının deliliğinden. ama İlkin abinin sessizliğinden. Oy oy oy. Uf, dizim zırıldı. Özü kanadı da bakın. Herkes salam uşaqlar. Bugün YouTube'da mənim haqqımda çəkilən videolara baxıb tepki bildirəcəyik. Görək bizə YouTuberlər diss atıblar yoxsa bizi tərifləyiblər. Bu aralar YouTube'da YouTuber katman listəsi trend olub kimi bir şeydir. Ya hal-hazırda YouTube'da hara baxsan o video çəkirlər də. Bugün Azərbaycan YouTuberlarını sıralayaq. Azərbaycanda YouTuber sıralamalar edirik. Əvvəllər mən YouTuber katman listəsi çəkib başqalarını qoyurdum. Və YouTuber katman listəsi videosu ilə qarşınızdayım sizlər. Eskimiz senelere yan derinlere dal. Sıralaşı qurbanımız İlkin Feyziyev. Bu neydi Mina? Bu ne ya, öyle mi? Felç kesirdirəm. İlkin Feyziyevi daha yaxşı yerə qoymaq istəyirəm çünki bu aralar aktivliyi artırıb və çox kaliteli videolar çəkir. Həm kaliteli videolar çəkir, həm də aktiv kanaldır. Amma İlkinin bir mənfi tərəfi var, o da izlənməsi azdır. İzləməm niyə azdır uşaqlar? İndi birazdan görəcəksiniz nə qədər YouTuber mənim haqqımda danışanda mənfi tərəfim izlənməsi azdır deyə. Dişlərim ağarıb və sarı idi. Bilirsiniz nəyə görə? Çünki mən bu dovşanla yuyuram dişlərimi. Bu bir reklam deyildir. Götürəm hə? Yiyirəm uşaqlar. Ağzımdan çöp. Görək Minan beyefendi bizim haqqımızda başqa nə quşlu bəy deyir. Sonra esə qoyacağım, ona görə hələlik ağda saxlayıram. Məni Zevsin yanına qoymuşsan sən. Heç olmazsa Zevsi qaldır, esə qoy Zevsin yanında qalmır. Bir dostumuzun videosunu daha tapmışam. Zevsi 6 puan verib, görək bizə neçə puan verəcək. Keçək ikinci YouTuberimizə. İkinci YouTuberimiz İlkin Feyziyev. Alqışlarınızla. Bu aralar YouTube'da ən aktiv olan, necə deyim, ən üstündə çalışan, YouTube'da inkişaf elətdirən İlkin Feyziyev var. Mən belə şeylər deməyin, sonra mən bir yerlərim qalxır. Hal-hazırda bir dəqiqə ən sevdiyim YouTuber İlkin Feyziyevdir. Allah and olsun. Heç özümü birini sevmirəm ki. Özümü için sevirəm, amma İlkin Feyziyev həqiqətən ürəkdir. Za, bro, öpürəm səni, ürəyimsən mən. Sevirəm səni, nə yaxşı varsan. Görək neçə puan verib bəs. Elə bir videolar çəkirsə, ondan hələ Azərbaycanda çəkən yoxdur qaqaş. Gəl İlkin Feyziyev çəkdiyi videonu, o videonu mən qabağıma qoy ki, bu videonu İlkin Feyziyevdən qabaq biri çəkib. Bəli, əgər mənim kanalımda olan videolar məndən qabaq kimsə çəkibsə, ona aparın Rafaelin qabağına qoyun, deyin ki bu çəkib. Amma elə şey ola bilməz. Burada bu YouTuber'ın hamısından daha yaxşı. İnandık ve başardık. Ona görə İlkin Feyziyevə 10 üzərindən 10 verirəm. Sən də ürəksən bro. 987 abunəsi var. Gedin abunə olun, tez bir zamana 1000 olun. Qız YouTuber tapdım uşaqlar. Məsələn, İlkin Feyziyev. İlkin Feyziyevin videolarına baxanda görünür ki, nə qədər çaba sərf edib. Yəni həqiqətən də çox gözəl videolar düzəldir. Amma bizim millət bunu görmür. Çünki bizim millət harda səviyyəsiz insan var, gedir ona dəstək verir. Çox sağ ol. Fikirlərinə görə təşəkkür edirəm. Videolar çəkirik, əziyyət çəkirik. Abunəmiz az olsa da abunə olun, nə olar. Bir katman listesi videosu daha. Neyse ikinci YouTuber'ımıza geçecek. O ikinci YouTuber'daki İlkin Feyziyev olsun. İlkin Feyziyev tanımayan Azerbaycanlıdır. Nə deyir? İlkin Feyziyevi tanımayan Azərbaycanlıdır. İlkin Feyziyev tanımayan Azerbaycanlıdır. Bro, nə demək istəmsən sən? Abunə olun. Onu neçəncə qoyaq? Onu da koyarım. Eğer çünkü arada bir video at. Mən video atmıram, kim güllə atdı orada la? Piksən. Abunə ol. Yaxşı, bu zarvat çox elədi. Keçək başqa bir videoya. İlk edilərimdən də İlkin Feyziyev. Yəni videolar mənə görə yaxşıdır və deyim dostlar, Zevsdən bilə məncə daha maraqlıdır. Səni öpürəm. Sən bəziləri kimi məni Zevslə eyni yerə qoymursan. Lənət olsun dostum. Zamanı necə dəyişib? Biz o vaxtda futbol zada oynayırdıq məhəllədə. İndikilər YouTube çəkirlər. Sənin fikrin nədir? Amma mənim fikrimcə Zevs bir nömrədir. Yəni heç bir YouTube'un xətrinə dəyməsin. Sadəcə hər an öz bir yeri var, hər an öz çeliyi var. Məncə Zevs yaxşıdır. Və dostlar, videolar da cidden maraqlıdır. Məsələn biz heç az shortsu var, yəni heç shortsu atmır və videolar həmişə mənə maraqlıdır. O cəhətdən 10 verirəm yaxşı YouTube kanalı. 10 üzərindən 10. Rusiya köynəyi 2 ilə qoyuşdu, nəsə. O videoda deyil, sonra oturdurublar onu. Bəli, mən Xəyal Rzayev, o çox əla bir YouTuberdir. Hərəsi bir YouTuberdən danışır. Hə, anladım. Biraz səs keyfiyyətini düzəltsəz, bir də bir yerdə videolar çəksəz, qabağa gedərsiniz. Çoxlu çəksəz, axır ki biri partlayacaq. Sonra uşaqlar, birinci baxdığımız Minan var. Mənim videom var axı, 50.000 kərə vales demək. Minan da çəkib ki, 51.000 dəfə İlkin Feyziyev dedi.
O gün YouTube'da gəzəndə Feyziyev İlkinin bir videosunu gördüm. Valesi diss atırdı. 50 dəfə Valesinin adını çəkdi. Uşaqsan. Yəni o min sözünü elə qaçırdım ki, min elə bir 51 zatdı, 51 dəfə yerinə 50 deyib də indi. 50 min deyə. O videodan sonra mən psixoloqa zada getdim. Bu gün də ona görə 51 dəfə İlkin adını çəkərək kimin kral olduğunu göstərəcəm. Oh. İlkin kimdir la? Hə, İlkin səndən çox daha iyi. Kodu. Oh my god, bro. Nədir də axırda mənə? Hayat şaşırtır hep zaten. Belə şeylər görəndə Azərbaycan YouTube'unda çox sevinirəm. İkinci blogerimiz isə gördüyünüz kimi İlkin Feyziyevdir. Yəqin ki görsənlər uşaqlar. Gördüm. Aham da bu şəklimi qoyur profildə budur deyə. Özüm ölüm deyəm. Çox yaraşıqlı düşmüşəm hə. İlkin Feyziyev həqiqətən yəni məncə gözəl bir YouTuberdir. Saçıma baxın uşaqlar, uzanıb. Mad liberator. Death operator. Yəni məncə 10 üzərindən 7 verə bilərəm. Əslində 10 üzərindən 10 verərdim İlkin Feyziyevə. Sadəcə abunəsi az olduğuna görə 10 üzərindən 7 verirəm. Sizə görə mənə görürsüz nələr deyirlər? Sizə görə deyirlər, buna abunə olmursunuz deyə deyirlər. Abunə olun da. Bir kanal daha çıxdı qabağıma, indi gördüm videonu. İlkin Feyziyev. Buradan da salam qardaş. İnşallah yorum yazar da. Yorum da yazıram. Hətta bax sənə heç kim yorum yazmıyor. Piksən bro. Bu nə kalitədir dostum. Videonun altında bir yorum var və o yorum İlkin Feyziyev tərəfindən olur. 10 üzərindən 10. Fikirləşmədən. Çünki çox aktivdir. İnşallah İlkin Feyziyevə 10 üzərindən 10 veririk də. Dans etmem gerekiyor oğlum, dans etmem. Mən çox mutlu oluram belə şeylərə. Uşaqlar, Razers deyə bir kanal var, yəqin ki tanıyırsınız. Azərbaycan YouTube'u niyə inkişaf etmir adlı videosuna baxacağıq. Sırf izlənmələri düşdü deyə fərdi ilə qurma dava videoları çəkən bir insan düşünün. Videoların çox pisdir. Sözün əsl mənasında çox pisdir. Heç bir əziyyət yoxdur. Boş yerə insanları aldadaraq pul qazanırsan. Sizdən milyon qat yaxşı olub az pul qazanan YouTuberlər var. Biraz qururun varsa YouTube'a at. At ki belə insanlar önə çıxsın. Razers, sən çox piksən ciddən. Gec video atırsan, amma tez video at, davam eləsən, çox yaxşı yerlərə gələcəksən. Nədir də o mənə? Qat çox abunəsi olub az pul qazanan. Zarafat edirəm uşaqlar. Bunların hamısı keçərsizdir. Videonu bura qədər izləyənlər mənim üçün olmadığımı bilirlər. Nə qəpik, nə manatım var. Amma əsas adı metro kartım var. İtim neyinir orada? Sən ölüb o deyəsən. Gözünü sizə bir dənə göstərim. Həyətdə nə qəşəng düşürəm mən. Özümün bundan sonra həyətdə videolar çəkəcəm. Tepki videolarında həyətdə çəkəcəm. Ayda mən səs saldım budurdu. Bro, o var yo. Level C5. Sənin mahnını 3 il qabaq bu oxuyub. Dinən səndən çox daha iyiyim amına koydum. Dedi eşitdiniz. Belə elədi. Nəsə inşallah video like atmağı, kanala aşağıdan abunə olmağı unutmayın. Sevirəm sizi. Sağ olun.